Və dostlar, sonunda nəzərə alaq ki, ağrıyı boğazım, sakit olun, diqqətlə qulaq asın. Tahir Abbaslı o qədər möhtəşəm bir yazı yazıbdır ki, bu yazını bütün Azərbaycan siyasətçilərinin, ictimai siyasi sferada olan hər bir kişinin oxuması vacibdir. Burada Tahir bəyin dediyi ideyalar, fikirlər haqqında mən əvvəllər ayrı-ayrı verilişdə cümlə demişəm, amma Tahir bəy onları qəşəng sistemləşdirib, o qədər gözəl bir əxlaqla təqdim edibdir ki, söhbət nədən gedir, əsas mövzu nədir? Bizim davranışlarımızın ictimai əxlaqa belə qısa ümumiləşdirsək, lakanik formada, siyasilərin, tanınmışların, ziyalıların davranışının ictimai şuur və əxlaqda buraxdığı izlər. Tahir Abbaslı yazır. Rauf Arifoğlu, yazda müəyyən hərf səhvləri var, oxuyanda çaşa bilərəm, diqqətli olun. Rauf Arifoğlu, xalqın dərdi sizə qalmayıb, öz halınız ağlayın, yazın adı belədir. Qeybəti siyasətə gətirənlər imansızdırlar və cəhənnəmlikdirlər. Qəşəng başlayıb. Qeybət dəhşətli bir şeydir. Qurban olmayan yerdə onun haqqında yalan və düz fərqi yoxdur. Onun eybini demək böyük şeydir, qeybətdir. Quran-ı Kərimin 49-cu surəsinin 12-ci ayəsində deyilir, ey müsəlmanlar, siz ölən qardaşınızın ətini çeyniyərsinizmi? Və mənim yanımda kiminsə qeybətini edirlər. Deməli, mən onlarla bərabər öz qardaşımın ətini çeyniyirəm, ölən qardaşım, şəhid qardaşımın ətini çeyniyirəm. Bunu imkan vermək olmaz. Bismillahirrahmanirrahim. Son zamanlar həmişə olduğu kimi hakimiyyətdə gedən klanlar arasında tartışmalarda, müxalifət adında qruplar arasında da təsirini şiddətlə büruzə verir. Dünyada, yəni deyək ki, klanlar arasında gedən mübarizə, müxalifət arasında da gedir mübarizə, çünki müxalifət dairələr klanlara qulluq edir, çox düz deyir Tahir bəy. Dünyada siyasət aləmində gedən qaydasız döyüş, ölkəmizdə də klanlar arası savaşla gündəmi tapır. Günü-gündən bu savaşlar öz əhatə dairəsini genişləndirib, demək olar ki, cəmiyyətimizin böyük hissəsini virtual olaraq özünə qoşmuşdur. Dostlar, bayaq mən bir sual verdim Ərəstun bəyə, son sual olaraq. Bakıda dəhşətli yanğın hadisələri var, xəbəriniz var da. Bakıda yanğınlar, dağıntılar, partlayışlar olur son vaxtlar. Mənə bugün verilişdən bir 2 saat qabaq bir yoldaş videonu tutdu birbaşa, bina yanır, hündür bina. Dedim, bu niyə elə yanır? Dedi ki, binaları ilə tikiblər ki, yanğına davamsızdır və yanğın söndürənlərin, yanğın söndürən sistemləri işləməsində böyük problemlər var. Dedim, başa düşmədim. Və Kəmaləddin Heydərov mənim evimin dağıtdırdığı yerində bina tikdir 6 mərtəbə. Adamların kupçası yoxdur, yeri gəlmişkən, yadıma düşdü bir şey deyim buradan. Mənim qonşularıma böyük hörmətim var. Bu 5 tarix xəstəxananın qabağında mənim evim ki var o vaxtı söktülər, gör mənə əvəzində, sonra da sökülən, əlimizdən alınan mənzilləri verdilər. O 5 tarixin qabağında bir 16 mərtəbə bina tikilib Kəmaləddin Heydərov. Onun sakinlərinə burada müraciət edirəm və o binanın həyətində 2 mərtəbəli bizimki köhnə evlərimiz kimi evlər var. Onların sakinlərinə müraciət edirəm. Dünən mənə belə bir məlumat daxil oldu ki, görün, nə qədər həyasızlıq var, dövlət görün necə işləyir, idarə olunur. Bir ölkənin ən böyük nazirliklərindən birinin başçısı, ay kişilər, diqqətən fikir verin, böyük bir idarənin başçısı, ki, bu prezidentin yaxın adamı, bu adam tikdiyi binanı rəsmiləşdirə bilmir Azərbaycanda. Təsəvvür edirsiniz, Kəmaləddin Heydərov bina tikib, 16 mərtəbəli, 5 tarix xəstəxananın qabağında. O binada mənim qonşularım yaşayır, bəzi qonşularım. Heç birinin kupçası yoxdur, çıxarışı yoxdur. Çünki bina özü qanunsuzdur, qeydiyyatdan keçməyib. Binanın yanğın sistemində problem var. Bu cəhənnəm. Adamları, həmin o binanın sakinlərinə bu qeydiyyat almalıdırlar axı. O bina ala bilmirlər öz mənzillərinə. Çıxarış yoxdur, mülkiyyət hüququ yoxdur. O 2 mərtəbəli binalarda, köhnə binada yaşayan adamların necə alladıblar, ya xəbərləri yoxdursa, buradan deyirəm, eşdən onlara xəbəri verin. Gedib təzir yoxlatsınlar. 16 mərtəbəli binaya köçürülən adamları aparıb o 2 mərtəbəli evlərə qeydiyyata aldırıblar ki, onsuz da buranın sökəcəyi gələcəkdə.
Həyasızlığa baxanaq siz. Adamlar indi bəlkə də pul veriblər, 100-200 manat. Amma istəyirəm buradan deyim, hamı bilsin. Bu, əziz qonşularım, sizə böyük bir problem yaradacaq. İndən deyirəm, bilin. Sabah siz o iki mərtəbəli evləri satmaq, girovu qoymaq, vərəsə qoymaq. Belə şey mümkün olmayacaq. İndən gedin, verin məhkəmələrə, təcili hamısını qeydətdən çıxarın və ora görsən təzə biniyada sökən sakinlər, gedin, yapışın boğazından o ləyəqəsi gedənin, o Kəmaləddinin, deyin, ged canın çıxsın, mənim evimin kutsasını ver. Evimi söymüsən, yerində milyonla pul qazanmısan. Ana bu çıxarışı, ana bu mülkiyyət uyğun sənədləri yoxdur. Dəhşətli dostlar, Bakı şəhərində gün nələr baş verir. Bağışlayın, üzr istəyirəm. Məxsusən bu işdə Rauf Arvoğlu kimi tanınan jurnalistin qəfildən müxalifət adında digər partiya üzvlərinin klanların biri ilə əməkdaşlığı siyasında Ali Kərimli və Gültəkin Hacıbəyin olması xəbərin yayması gündəmi zəbt etdi. Rauf Arvoğlu yazdı ki, belə. Qarşılıqlı ittihamlar getdikcə böyüyərək təhqir, şər və böhtanlara bitmir. Belə başa düşülür ki, müxalifət adlanan qruplar da elə bu klanların fəaliyyətindən asılıdırlar. Fikir verin. Bu mənzərəni ona görə yazıram ki, xəyallarınızda hansı səviyyədə ciddi və amansız müharibə getdiyini canlandıra biləsiniz. Və istədim, xatırladım ki, qeybət yönlü yanlış xəbərləri cəmiyyətə daşınması zamanı bütün dövrlərdə beləcə də indinin özündə cəmiyyətə sillə dəyir. Baxın, dostlar, Tahir Abbaslı o qədər ciddi bir mövzuya toxunubdur ki, bunu hamı başa düşməlidir. Deyək, yalan yayırsansa sən, dezinformasiya yayırsan, böhtən yayırsansa, bu cəmiyyətə dəyən sillədir. Mənəvi zərbə alır cəmiyyət və Tahir bəy yazır, ümidsiz edir ki, uzun illər bu yolda fədakarlıq edib, can qoymuş insanların bütün fəaliyyətlərini heçə yendirir. Bu kimi hadisələrdən şoka düşmüş insanlar yaxşı halda stres keçirirlər. Yəni, müxalifət bir-birini ifşa edir. Liderlə inanan adam doğrudan da dəhşətə gələyəm, mən kimin dalında getmişəm. Təsəvvür edin, Adalfidin maliyyəsi, yəni açıq danışaq. Siz sabah işləndə ki, indi mənim haqqımda minlə şey deyirlər, siz hələ ki şükürlər dözürsünüz, 2200 nəfər hal-hazırda bizi izləyir YouTube-da, ona görə ki, 7 il deyirlər, gördünüz ki, qurban haqqında elə nağıl danışırlar. Subut qoyan yoxdur, qurban getdi, qurban 5 milyon aldı, elə bir dədəsi mənə pul sahibi bədbaxt oğlu. Siz gördünüz ki, subut elə bilmədilər, mən inandınız. İndi Allah eləməsin, birdən-birə sabah görəsiniz ki, mən doğrudan satqınam, sizi satdım nəyinsə müqabilində. Siz nə hala düşərsiniz? Bir an təsəvvür edin, xahiş edirəm. Bir anlığa, deyək ki, mənə şəxsən inanır, mənə etibar eləyib, bu prosesə qoşulan, bu prosesi maliyyələşdirən onlarla adam var. Yeri gəlmişdən deyim ki, dostlar, xalqımız bir şey bilsin. Mən bayaq verişin əvvəlində gördüm, yazırlar ki, Adafedim nə vaxt bağlanacaq, onun nə vaxt, Adafedim nə bilim, Adafedim də nə vaxt bağlanacaq, heç o bağlanası deyil. Bakı şəhərinin, Azərbaycanda şəxsən xaric duran bəzi adamlar var ki, dostlar, mən ağır duruma düşən kimi kanala şu yardım üçün kompüter almaq lazım gəlir bəzən. Yəni, böyük yardım olanda. Bugünə qədər ağız açdığım bəzi iş adamları heç mənə imtina eləməyiblər. Sabah təsəvvür edin ki, mən o adamların ümidini doğrultmuram, görürlər, mən satqınam. Mən necə yaşa bilərəm bu həyatda? Onlar nə hala ki düşərlər ki, Nizam, bu mənə Allah'dır bu adam, mən ala salıb. Bu ləyəqəs hərəkətdir bu. Bunu ilə siyasətinin qeyrəti, əxlaqın namusu yoxdur. Mübarizəni davam etdirə bilmirsən, çəkil yox kənarda, bəstana. Amma satılma, amma subut olun ki, indi çıxır ortalığa ki, kənara çəkilmən çox satılıb. Qəsdən müəyyən şeylər eləyirlər. Tahir bəy onları yazır. Bütün fəaliyyət heçə yendirir. Bu kimi hadisələrdən şoka düşmüş insanlar yaxşı halda stres keçirirlər və qarşılıqlı ittihamlar öz təsirini edirsə, cəmiyyəti mütləq düşmənçiliyə aparır. Hər halda yazdıqlarım yenilik deyil və çoxlarımız bunun fəsadlarını bilirik və görürük. Mən kiminsə tərəfində durub yanlış görsənmək istəmirəm.
bir dəqiqə, yanlış göstərmək istəmirəm. Amma ortalıqda olan azə həqiqətlərə biganə qalıb, sonu qaranlıq görünən siyasi oyunlara münasibət bildirməməkdə olmur. Əgər bu kimi oyunlar xalq isə İsa Qəmbərin qapısına aparmaq məqsədi güdürsə, əgər bu kimi oyunlar xalqı İsa Qəmbərin qapısına aparmaq məqsədi güdürsə, onun da mərifətlə dərin düşüncə etmək lazımdır ki, insanlar ruhdan düşməsinlər. Deyən sən müəyyən sosial qrupu, məsələn, bir partiyadan qoparıb, İsa Qəmbərin yanına aparmaq istəyirsənsə, bunu elə tərbiyə edirlər ki, ictimai əxlaq, ictimai mənəviyyat zərər çəkməsin. İnsanlar fitrətən sevinçli və qələbəli yaşamaq istədikləri halda siz onlara kədər və nifrət bəxş edirsiniz. Bütün bu kimi haqq-hesabsız tartışmaların yeganə səbəbi milli ideologiyamızdan uzaq durmağımız və əməl və davranışlarımızda Allahın buyurduğu elementar işləri görməməkdən irəli gəlir. Milli ideologiyanın dəyərləri və meyarlarına aparıcı siyasətçilər əməl etməsələr, cəmiyyəti arxasınca heç supermarketə belə apara bilməyəcəklər. Halal olsun. Mən sizə demişəm, bir dəfə bir dırnaq arası liderə, artıq mənim üçün dırnaq arasıdır. Gedirdim bayram namazına, gördüm bunu. Dedim, gedək namaz qılaq, ondan sonra gedərik iclasa. Dedi, nə? Olmaz bayram, namazı gitmək olmaz. Mən təəccübləndim. İlk dəfə də onun münasibətini gördüm. Dedim, niyə? Dedi, Amerikanlar bizə imkan vermə gələk hakimiyyət. Mən da başa düşdüm ki, nə gündədir bunlar. Adam güya Azərbaycan vətəndaşdır, Azərbaycan xalqının güya tamsilçisi də ana müxalifət, dədə müxalifətdə. Adam deyir ki, mən namazı getmərəm, çünki Amerikanlar görər. Həmin gündə mən getdim, namazda ilə düşdüm, ikinci ya üçüncü cərgiyə, TV-də çəkildi, bayram namazı idi. Ekranda göstərdilər mən ki, qurban orada namaz qıcavadılar. Təsəvvür edirsiniz siz, başa düşünək. Adam Azərbaycan vətəndaşdır, adam İslama nifrət edir, adam namaz qılmaqdan qaçır şey, bir də namaz qılaram. Deyirlər, başa düşünək, bu adam, bu cütbeyin insan, özünü xalqa siyasətçi kimi sırayan adam, adam 10 milyon Azərbaycan xalqını geri zəşara kimi başa düşürək, belə qəbul edir ki, namaz qılmaq geri qalmaq əlamətidir. Mənim qalxsı dağılıb dik yerim, elə namaz qılmaq olmaz. Tarih bastı bunu deyəcək ki, bu millətin əxlaqını, adətini öyrən, hörmət eləyin. Mənə daha çox maraqlı olan belə yanlış xəbərlərin ictimailəşməsində narahatlıq keçirib qarşısını ala biləcək qurum və ya qrupun olmamasıdır. Tarih yazır. Hamı müşahidəçi qismində gözləmə mövqeyində durub, gözləyir ki, görək bu savaşda kim qalib olacaqdır. Qoskoca siyasətçilər İsa Qəmbər və Pənah Hüseynli partiya sədri kimi niyə münasibətlərini bildirib etiraz etmirlər? Dindarlardan məxsusən Hacı İlqar İbrahimoğlu'nun siyasi sfera onu yaxşı tanıyır. Əslində bu yazını Hacı İlqar İbrahimoğlu yazmalı idi deyə gec münasibət bildirirəm. Rauf Arifoğlu da o yaxşı tanıyır və bir vaxtlar dostluq da ediblər deyə iradlarını və tövsiyələrini niyə vermir? Ziyalılardan Qulu Məhərrəmlərini də qınamaq istərdim ki, hadisələrə biganə və laqeyd qalıblar. 30-32 il ərzində siyasi səhnədə cəsarətinə və mövqeyinə görə Yaşlılar Partiyasının sədri Elmar Qafarov və AXEY-dən tanıdığım Nizami Ələkbərlinin də izləyici olması ürəkçan deyil. Yaxşı olardı ki, belə söz-söhbətlərin bitməsi üçün bu 3 nəfərdən ibarət birləşdirici missiyasını daşıya bilən, ağsaqqallar funksiyasını icra edə bilən qurum olsun ki, həddini aşıb təhqirlərə yol verənlərin fikirlərinə təsir edə bilsinlər. Sözüm Rauf Arifoğlu'nadır. Mənim yoxa Tahir bəy bunu yazır. Siz müxalifət olaraq ictimai siyasi meydanda dindarlara, məxsusən ruhanilərə uduzmuşsunuz. Sizlərin indiki durumunuz qəbristanlıq mollalarından da aşağı səviyyədədir. Yenə onlardan xalq fayda götürə bilir. Sizlərdən isə heç kim heç nə gözləmir. Ona görə iqtidarın xeyrinə mövqeyi sərgiləyirsiniz ki, biraz yekə görsənəsiniz. Zahirdə hacı kimi görsənsəniz də
Baxın dostlar, düşmənə İslamla düşmən olduğunuzu efirə çıxartdığınız insanlardan bilinir. Zahirdə müsəlman kimi göstərməyə çalışırsınız, amma efirə kimi çıxardırsınız, İslamın düşməni olduğunuz bilinir. Hətta məşhur Dilli Dilavər Sevinç Telman qızının qarşısında Türkiyə və Azərbaycanın bayrağını göstərməklə hansı əqidənin sahibi olduğunuzu bəyan edirsiniz. İslami dəyərləri şübhə altına almaq üçün gah sünni şiə məsələsini gündəmə gətirir, gah Xoxan kimi vəhabiləri sələf adı ilə tanıtdırırsınız, gah da Elşad Miri kimi nadan və cahili efirə çıxardıb dini aşağılayırsınız. Acınacaqlı nəticə göz qabağındadır. Allahsız, imansız, siyasi sferə yaratmağa nail oldunuz. Məhz boyunbazlıqdan heç kim baş açmasın deyə belə qeybət yönlü davadalaş yaradırsınız. Nəticədə müxalifət qrupları arasında nifaq dərinləşir, birlikdən əsər əlamət qalmır. Aktiv siyasi üzvləri isə həbsxana həyatı gözləyir. Ağıllı siyasətçilər belə hallarda bütün qüvvələrin vahidləşməsini təşkil etdiyi halda, sizlər isə dəcəl uşaqlar kimi olan qalanı da dağıdırsınız və zərrə qədər xəcalət belə çəkmirsiniz. Bu isə o deməkdir ki, sənin və sənin kimi siyasi liderlərin də narası ömrünü sübut və dəlil olmadan qeybət xəbərləri cəmiyyətə sırayan, bunu şok edənlər artıq nə müxalifət adlanan qrup adından danışmağa, nə ixtiyarı, nə də mənəvi haqqı vardır. Hakimiyyətin dərmanına su tökdüyünüzə görə ordenlə təltif olunduğun gündən xalq üçün yoxsan. Tahir Abbas da bunu deyir Rauf Arifoğlu'na. Bir vaxtlar hakimiyyətin ünvanını od püskürən adam idin. Hakimiyyətin əlində olan hansı kəsici alət varsa onu itiləyir ki, daha da yaxşı kəssin. Kapitalizmin mahiyyəti elə budur. Qeyd. Bir dəstə sosiologlar hesab edirlər ki, insanın məhv edən var dövlətdir. Onun əlindən alınsa, daha üsyankar olmayacaq və xoşbaxt olacaqdır. Başqa bir dəstə sosiologlar hesab edirlər ki, insana əksinə, insana var dövlət vermək lazımdır ki, döyüşsün və böyüklər görsün. Hal-hazırda da bu tartışmalar daha dəhşətli məcrada davam edir. Sonda bu tartışmalar təbəqələşməyə, ayrı-seçkiliyə, egoizmə gəlib çıxır və nəticədə qarşıdurmalara, inqilablara və hətta müharibələrə səbəb olur. Və belə mühitdə ailə institutları davam gətirə bilmir, dağılır. Birinci dəstə sosialistlərə, ikinci dəstə kapitalistlərə qol-qanat verirdi deyə bu qarşıdurma nəticəsində 70 ildən sonra sosializm məğlubiyyəti ilə barışmalı oldu. İslamda isə insanın hər iki halda təkamülə çatması haqqında göstərişlər var. Belə ki, insanı təlim və tərbiyəsini önə çəkib, ana bətnindən ta qozalıb dünyasını dəyişənə qədər oxu, əməl et və öyrət prinsipində yaşamasını tövsiyə edərək, gözəl əxlaq və mənəviyyat nümunələrini bəşəriyyətə təqdim edir. İdmanın hər hansı növündə legioner transferi etmək olduğu halda, idmanın hər hansı növündə legioner transferi etmək olduğu halda siyasətdə bu mümkün deyil. Yəni, futbolda, idmanda başqa bir ölkədən oyunçu gətirə bilərsən, amma siyasətdə bu mümkün deyil. Çünki siyasət elə bir oyundur ki, burada cəmiyyətin mənəvi durumu, dəyərləri və meyarları addım başı, an-ba-an uzaq görən, ayıq və agah insanların nəzarətində olur. Və PS, yəni söz ardı, post-skriptum. Allah Quranında bəşəriyyətə tanıtırdığı Allahın düşməni Fironun keçmişi bilirsiniz kim olub? O zamanın hakimiyyətə müxalifəti idi. O zamanın ölkə başçısı fərasətinə görə yanında köməkçi etdi. Öləndən sonra hakimiyyətə keçən müxalifət sonradan Allahlıq iddiasına düşdü. İndi deyin, Rauf Arifoğlular, Fazıl Mustafalar, Razi Nurullayevlər, Sərdar Cəlaloğlular, Sabir Rüstəmxanlılar, Pəna Hüseynlər, Fəzail Ağamalılar, İqbal Ağazadələr, Mir Mahmud Mirəloğullar və daha kimlərin əlində hakimiyyət olarsa, aqibətimiz necə olar? İndi nə edək? Gedək özümüzə qərbdən legioner siyasətçi gətirək? Ya özümüz dinimizə sahib durub,
Allah'a xatir yaşayıb yaradaq. Fəaliyyətini dayandırmış İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı. Mən Tahir bəyə bu yazıya görə şəxsən özüm adımdan, ailəm adından, Azad Film ailəsi adından təşəkkür edirəm. Dostlar, çox təəssüf ki, bizim bəzi qardaşlarımız həqiqətən də anlamırlar, başa düşmürlər ki, onların istər şəxsi, istər qruplar arası davranışları nəticə etibarilə ictimai şuuru, ictimai əxlaqı elə zədələyir ki, ona elə ziyan vurur ki, sonradan 10 illər lazım gəlir. Bu günləri 10 illər lazım gəlir onu aradan qaldırmağa, fikrimi tamamlayayım. Mənə bunu irad bildirir, peki deyib, bəzən danışırsan, fikir qırılır, başqa şeydən danışırsan. Dostlar, bugünkü hadisə var ha, biz 7 ildə də bu işi mən aparıram. 2018-ci ildə deyə fasiləsiz, baxmayaraq ki, ömrümü səhv eləmişəm, amma bu son 40 ili. Amma intensiv olaraq tək başına öz işimin lideri kimi mən bunu aparım 2018-də 7 ildir. 174 min cəmisi 246 adamı inandıra bilmişəm. Ətrafımıza zəmləyilmişik. 174 min 246. Bu 174 min 246 adamdan cəmisi 210 nəfəri inandıra bilmişik ki, bizim bu işimizdə maliyyə yardımı lazımdır. Cəmi 210 nəfəri. Keçən dəfə mən sizə hesabatı dedim. 174 min 246 adamdan cəmi 210 nəfər. Bunun səbəbi bilirsiniz nədir? Səbəb bizə qədər bizim deyəsən rejissorumuz yoxdur yerində. Dostlar, buna səbəb indiki bu vəziyyətə səbəb bizə qədər olan siyasətçilərin Azərbaycan xalqının inamını bir üzr istəyirəm. Vay, Abid bəydən. Bu nədir belə, Abid bəy? Çox üzr istəyirəm mən. Üzr istəyirəm, Abid bəy, sənə qul gətirəm, mən indi gördüm səni. Mən deyəsən telefonu söndürmüşəm, sənə üzr istəyirəm hamınızdan. Birdən gözüm tutaşdı. Abid bəy, qoşul qadınam. Deməli, bizə qədər olan siyasətçilər bu xalqı qıdalladıblar, o da ruhdan salıblar ki, biz reanimasiya işi ilə məşğuluq. Aydındır mı? Eləməyin belə şeylər. Mən buradan ad sayməyə ehtiyac yoxdur. Ad sayməyə ehtiyac yoxdur, dostlar. Xaşəm, ekranımızı bu sakit görsün, bu QR kod var ha. O kodun üstüne telefonunuzu tutun. Telefonun o kamerasını tutun o kodun üstüne. O sizi aparacaq bizim kanalda bütün yardım hesaplarımız orada. Abid bəy, xoş gördük sizi.